Bu menstruasiya mifi təkzib olundu. Uzun illərdir qadınlar arasında geniş yayılmış fikirlərdən biri yaxın münasibətdə olan və ya birlikdə yaşayan qadınların aybaşı dövrlərinin zamanında sinxronlaşmasıdır. Lakin müasir elmi araşdırmalar bu nəzəriyyənin etibarlı sübutlara əsaslanmadığını göstərir. Bu mövzu Wellesley Kollecinin tələbəsinin Nature jurnalında dərc olunan araşdırmasından sonra geniş diqqət çəkib. Tədqiqat zamanı yataqxanada birlikdə yaşayan 135 tələbənin menstrual dövrləri izlənilib və yaxın rəfiqələr arasında aybaşı tarixlərinin bir-birinə yaxınlaşdığı irəli sürülüb. Araşdırma uzun müddət elmi və populyar mətbuatda geniş müzakirə olunsa da, sonrakı illərdə bir çox alimlər nəticələrin metodoloji qüsurlar daşıdığını bildirib. Amerika Birləşmiş Ştatlarının Missouri Universitetinin antropologiya professoru Clyde Wilson və digər tədqiqatçılar qeyd ediblər ki, sonrakı araşdırmaların əksəriyyəti tələbənin nəticələrini dəstəkləyə bilməyib. 1999-cu ildə Human Reproduction jurnalında dərc olunan məqalədə antropoloq Beverly Strassmanın aybaşı dövrlərinin üst-üstə düşməsinin statistik baxımından normal hal olduğunu vurğulayıb. Onun sözlərinə görə orta hesabla 28 günlük menstrual dövrə malik qadınlara menstruasiya tarixlərinin müəyyən hallarda eyni vaxtda təsadüf etməsi gözlənilən ehtimaldır və bu mütləq ki, sinxronlaşma demək deyil.